Akşamınız xeyir dostlar. Ben Şahin. Kendi mezaralarım YouTube kanalına tekrardan hoş gelmişsiniz. Deyəsən yine kəndə canavarlar gelip. Çünkü bu hal tekrarlanmıştı. Yeniden elə bir şey var. İtlərin sesini görürsünüz dostlar. Yaman itlər hürüşürlər. Bilmirəm səbəbləridir. Həqiqətən də mənə elə gəlir ki, burada bir nəsə var. İşitirsiniz de itlerin sesini, dayanmalılar. Hal-hazırda ben öz bağçamızdayam dostlar. İstəyirəm ki bayıra doğru gedim. Çünkü görək nə baş verir ona göre. İtlərin sesi hiç durmur dostlar. Bu ne demeyi de başa düşmürəm. Yəqin ki yine kəndə canavarlar gelip. Biraz hasara doğru yaxınlaşım. Çok uzaklaşmağa da qorxuram dostlar. İtlere ne olup belə? Sanki çok təhlükəli nəsə var ya burada. Amma bilirəm. Keçən dəfə də itlərə bu şekilde hürürdülər və kəndə canavar gəlmişdi. Hiç başa düşmürəm dostlar. Həqiqətən də insan çox narahat olur dostlar. Çok korkunçdur. Yine eğer kendi canavarlar gelipse vəssalam da küçədə heç kəs olmasın. Çünkü at canavarlar yine kendi hücuma çəkiblər. Daha doğrusu hücuma keçiblər. Görəsən həqiqətən də canavarlar bu gecədə gəliblərmi yoxsa bu itlər boş yerə hürürlər. Amma necə deyim sizə? İşitirsiniz. İşitdiniz dostlar. Canavar sesi, canavar ulaması. Ama burada necə cəsarət edirlər buna? Neyse dostlar, həqiqətən də mən qorxdum. Həqiqətən də burada çox dayana bilməyəcəyim. Çünkü biraz narahat oldum, tek başımayam. Neyse videomuz bura qədər idi. Eğer beğendiyseniz like atmağı, abone olmağı, yorum yazmağı unutmayın. Teşekkürler.